sərnişinlərin dayanaraq avtobus gözləməsi üçün nəzərdə tutulsa da, damı və kənarları uçub. Təhlükəsizlik məqsədi ilə quraşdırılan bu dayanacaq özü həm də bir təhlükə mənbəyinə çevrilib. Xüsusilə qeyri-sabit hava şəraitində belə dayanacaqlar sərnişinlər üçün əlavə çətinliklər yaradır. Lakin paytaxtın müxtəlif ünvanlarında bu kimi dayanacaqlara rast gəlmək mümkündür. Havanın küləkli olmasına baxmayaraq sərnişinlərin əksəriyyəti təhlükəsizlik məqsədi ilə dayanacaqlardan kənar durublar. Bu problemin bir tərəfidir. Amma elə dayanacaqlar da var ki, heç pavilyonu belə yoxdur. Sərnişinlər ya küləyin yağışın qabağında dururlar, ya da sığınmaq üçün alternativ variantlar axtarırlar. Girib o, necə deyərlər, körpünün altında məcburam dayanam da. Çünki burada dayanacaq yoxdur. Bu boydan Abdülvahab Salamzadə küçəsi gəlir, bir dənə də stanovka yoxdur. Pavilyonsuz dayanacaqların təbii ki, nə oturacağı var, nə də damı. Buranın dayanacaq olduğunu yalnız nişanlardan anlamaq mümkündür. Belə hallarda yol kənarındakı ağaclar avtobus yolu gözləyənlərin əsl sığınacağına çevrilir. Amma külək əsəndə ağaclara da bel bağlamaq olmur. Bəs cavabdeh qurumun məsələyə münasibəti necədir? Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman infrastrukturu şəraitli mütləq qaydada nəzərə alınır. Bakı şəhərinin bir çox hissəsində avtobus dayanacaq məntəqələrinin yerləri müəyyən edilir və bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Bir sözlə, səki hissəsi imkan verməyən ərazilərdə pavilyonların quraşdırılması nəzərdə tutulmur. Avtobus gözləyənlər daldalanmaq üçün ya ən yaxın tikiliyə sığınmalıdır, ya da yağışda yuyulub gündə qurumalıdır. Qasım Xuluflu, Sənan Kərimli, Sərxan Daşdəmirov, İTV Xəbər.